Bu günlərim işlədiyimiz sınağın izahına baxacağıq. Birinci suala baxaq. Deyirən kiçik miqyası təyin edin. Kiçik miqyası təyin etməkdən ötürü yadımızda saxlamalıyıq ki, burada ədəd böyük olmalıdır. Yəni hansında da rəqəm böyükdürsə də miqyas orada kiçikdir. Rəqəm böyük olması üçün biz bilirik ki, baxın vahidlərə fikir verək. Kilometr var, sonluqlarda bir də metr var. Metr olanda 2 sıfır əlavə etmək lazımdır. Kilometr olanda 5 sıfır əlavə etmək lazımdır. Yəni olan rəqəmə 5 sıfır əlavə etmək lazımdır. Metrdə isə 2 sıfır. Baxın, metrlərdə 2 sıfır əlavə edəcəyimizə görə onlar böyük rəqəm olmayacaqlar. Məsələn, baxın, gəlin bir-bir yazaq. 300, xəttin başında durur 300. 2 sıfır əlavə etdim metr olduğuna görə. Elədi neçə? 30 min. Gələk indi, baxın, burada durur 50. 50-dən sonra 5 sıfır əlavə etməliyəm. Bu eləyəcək neçə? 5 milyon. Keçək C-dəkinə baxaq. 150. 150-dən sonra metr olduğuna görə 2 sıfır əlavə etməliyəm. Deməli yazım bunu. 150. 2 sıfır əlavə etdim. Elədi 15 min. Keçirəm B-yə. B-də görürəm ki, baxın metrdir yenə. Burada 15-dən sonra 2 sıfır əlavə etməliyəm. 1500. Baxın, burada isə 0,25 kilometrdir. Bunu artıq ədədi formaya keçirdəndə burada 2 sıfır, yəni kilometrdə axı biz 5 dənə sıfır əlavə edirdik. Burada sıfırdan sonra 2 ədəd olduğuna görə biz onun ikisini silməliyik. Yəni 5 sıfır yox, 3 sıfır əlavə edəcək. Yəni 25-dən sonra 3 sıfır qalacaq. Baxırıq ki, burada hansı rəqəm daha böyükdür? Baxın, bu rəqəm. Yəni deməli, ən böyük rəqəm ən kiçik miqyası verəcəyinə görə cavabımız D variantı olur. Keçək 2-yə. Verilmiş izahlı miqyasları ədədi miqyasa keçirdək. Baxın, yenə burada 0,25 var. Kilometr olduğuna görə 5 sıfır atmalıyıq. 5 sıfırın ikisi, baxın, bu ədədə görə gedəcək. Qalacaq 3 dənə. Sonra 1 santimetrdə 30 kilometr. 30 kilometrdən neçə sıfır əlavə eləməliyik? Təbii ki, 5 dənə. Yəni, bu da eləyəcək 3 milyon. Sonra gəlirik, burada olacaq 1 santimetrdə 450 metr. Metrdə də 2 sıfır əlavə eləyəcək. Yəni, 45 min eləyəcək bu da. O cavabı görək, harada verilibdir? Burada 25 min, sonra 3 milyon və 45 min cavabımız B variantı. Keçək 3-cüyə. Sxemə əsasən sual işarəsinin yerinə uyğun gələni müəyyən eləyin. Baxaq. Baxın, birinci xəritədəki sahə 28 santimetrdir. Miqyas isə 1 bölünsün 500 mindir. 5 dənə sıfırı sildik. Qaldı bizə nə? 5. Yazıram. 1 santimetrdə 5 kilometr verilib. Bəs 28 santimetrdə bu neçə kilometr olacaq? X. Burada yəni X-i tapmaqdan ötürü nə etməliyəm? 28-i vurmalıyam 5-ə. Bu eləyəcək 140. X bərabərdir 140 kilometr. İkinci xəritəyə fikir verirəm. İkinci xəritədə miqyas nə qədərdir? 1 milyon. 1 milyondan 5 dənəsini sildim. Nə qaldı? 10. 1 santimetrdə neçə kilometr? 10 kilometr. 10 kilometr. Deməli, bəs bizim neçə kilometrimiz var idi? 140 kilometr. Bu isə X. X bərabər neçə eləyəcək? 14. Cavabımız C variantı. Keçirəm buraya. 600 min, 1 bölünsün 600 min miqyası Azərbaycan xəritəsində iki şəhər arasında məsafə 45 santimetrdir. Həqiqi məsafəni hesablayaq. 5 sıfırı yenə sildik. Qaldı bizdə 6. Yazıram 1 santimetrdə 6 kilometr. Bizim neçə santimetrimiz var? 45 santimetrimizdə isə X. 6-yı vurduq 45-ə, elədi 270. Yəni cavabımız C variantı. Keçirik indi 5-ci sualı. Uzunluğu 270 kilometr olan çay 1 bölünsün 1 milyon 500 min miqyaslı xəritədə neçə santimetr olacaq? Yenə 5 sıfırı sildik. Qaldı 1 santimetrdə 15 kilometr. Bizim neçə kilometrimiz var? 270 kilometrimiz. 270 kilometr isə x santimetrə düşəcəkdir. Deməli, 270-i bölməliyəm neçəyə? 15-ə. Orada da alacağım cavabı 18. 270-i böldüm 15-ə. Bəli, 18 cavab A variantı. Gələk 6-cı suala. Baxın, yenə 5 sıfırı sildik. Qaldı 16. Yazıram 1 santimetrdə 16 kilometr. Baxın, burada neçə santimetrimiz var? 27 santimetrimizdə isə X. Yəni, burada artıq X-i tapmaqdan ötürü 27-ni vururam neçəyə? 16-ya. Eləyir 432. İkinci xəritədə görək neçədir miqyas? Baxın, 5 sıfırı sildik, qaldı 36. Yazıram 1 santimetrdə 36 kilometrdir. Bizim neçə kilometrimiz vardı? 432 kilometrimiz. Bu neçə santimetr olacaq? X. 432-ni bölük 36-ya. O da eləyir 12. Cavabımız yenə A variantı. Keçək indi
7-yə. Verilmiş diaqramda eyni bir ərazinin şərqi ilə qərbi arasındakı məsafənin 5 ayrı xəritədə uzunluğu əks olunmuşdur. Buna əsasən hansı xəritənin miqyası daha böyükdür? Baxaq görək. Baxın. Görürsüz 5 dənə ayrı-ayrı xəritələrdir və amma eyni ərazidən gedir söhbət. Eyni ərazi tutaq ki, bu ərazinin sahəsi olsun 40 kilometr kvadrat. 40 kilometr kvadratı, məsələn, baxın burada ən kiçik hansıdır? 3. Təqribən 3-ə gəlir çatır. 3 santimetrdə 40 kilometri yerləşdirmək rahatdır, yoxsa 8 santimetrdə 40 kilometri yerləşdirmək? Təbii ki, 8 santimetrdə. Hansı da rahat təsvir eləyə biliriksə də, onun miqyası böyükdür. Deməli, cavabımız 5-ci olacaq, Y variantı. Keçək 8-ci suala. 8-ci sualda yenə 1 santimetrdə nə qədər verilibdir? 3 milyon. İzahlı miqyasa keçirdəndə 5 sıfırını sildik. Nə qaldı? 30. Yazıram 1 santimetrdə 30 kilometr. İkincidə isə 54 santimetrdə nə qədər olacaq? X. 54-ü vurmalıyam neçəyə? 30-a. Cavabımız olur burada 1620. İndi 1620 kilometr ikinci xəritədə 36 santimetr göstərilib. Deyiləni yazıram. 36 santimetrdə 1620 kilometr var. Bəs 1 santimetrdə nə qədər var? X. Yəni 1620-ni bölürəm 36-ya, cavabım olur 45. Yəni 45-dən sonra da kilometr olduğuna görə neçə sıfır əlavə eləməliyim? Təbii ki 5 dənə. Cavabım B variantı. 9-cu suala baxıram. Yer üzərində uzunluğu 400 kilometr olan çay xəritədə 8 santimetrdir. Gəlin baxaq. 8 santimetrə bizə veribdir 400 kilometr. Onda 1 santimetrə nə qədər düşür? X. X bərabər eləyəcək. 400-ü bölürəm 8-ə. Neçə eləyəcəkdir? 50. İkinci, baxın, deyir ki, bu xəritədə sahəsi 5 sm kvadrat olan gölün yer üzərindəki həqiqi sahəsini tapın. Həqiqi sahə düsturundan yazıram. Bərabərdir həqiqi sahə. Xəritədəki sahə vurulsun miqyasının kvadratı. Həqiqi sahəni bilmirik, hesablayacağıq. Xəritədəki sahə nə qədər oldu? 5. Vurulsun miqyas nə qədərdir? 50. 50-nin kvadratı. 50-nin kvadratı 2500. 2500-ü vururuq 5-ə. 12500. Cavabımız B variantı. Keçək indi 10-cu suala. Baxın, 1 bölünsün 600 min miqyaslı xəritədə 2 sm kvadrat olan meşənin yer üzərindəki sahəsi nə qədər olacaq? Yenə həqiqi sahə düsturu bərabərdir. Xəritədəki sahə nə qədərdir? 2. Vurulsun. Miqyas nə qədərdir? 5 sıfır sildik 6. 6-nın kvadratı, yəni 36. 36-yı 2-yə vuranda neçə eləyir? 72. Cavab C variantı. İndi gələk 11-ci suala. Deyir ki, 1 saatda nə qədər uçub bu təyyarə? 800 kilometr. Bizim neçə saatımız var? 5 saatımız. 5 saatda nə qədər uçacaqdır? Təbii ki, 4000 kilometr. Deyir ki, bu 4000 kilometr ekvator çevrəsinin hansı hissəsinə bərabərdir? Ekvator 40076-dır. Biz onu yuvarlaq 40000 götürə bilərik. 40000-in 4000 neçədə biridir? Təbii ki, onda biri. Gəldik 12-yə. Ekvator xəttinin uzunluğu qlobusda nə qədər verib? 64 cm. Bayaq dedim, ekvator xəttini 40000 götürdük. 40000 neçə santimetrdə verilib? 64 santimetrdə. Onda 1 santimetrə nə qədər düşmüş olacaq? 40000-i bölməliyəm 64-də. O da eləyir 625. Deməli, 625-dən sonra da neçə sıfır əlavə eləməliyəm? 5 dənə. Cavabımız A variantı. 5 dənə niyə? Çünki kilometrdə 5 sıfır əlavə eləməliyik. Gələk, görürük ki, miqyası deyir 500 min olan xəritədə uzunluğu 9, eni isə 4 cm olan gölün həqiqi sahəsini hesabla. Yeni həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasının kvadratı. Tez-tez bu düsturu yazıram ki, yadınızda qalsın. Baxın, burada 5 sıfır sildik, qaldı 5. Xəritədəki sahənin də eni deməli uzunluğu 9-dur, eni də 4-dür. Deməli, xəritədəki sahə en vurulsunuzun, yəni 36-dır. Həqiqi sahə bərabərdir. Xəritədəki nə oldu? 36. Miqyas nə qədərdir? 5. 5-in kvadratı neçədir? 25. 25-i vurdum 36-ya, o da eləyir 900. Cavabımız B variantı. Keçək indi 14-cü tapşırığa. Deyir ki, yer üzərində uzunluğu 180 km, eni isə 60 km olan əkin sahəsi 1 bölünsün 3 milyonluq miqyaslı xəttində neçə santimetr kvadrat olur? Baxın, miqyası tez izahlıya keçirək. 5 sıfırını sildik, qaldı 30. Baxın, burada həqiqi sahəni tapmalıyıq ki, görək buradakı həqiqətdə nə qədər sahə var. Həqiqətdəki sahə bu 180-i 60-a vuranda, eni uzunluğa vuranda alacaq. Yəni 180-i vururam 60-a. Neçə eləyir o da? 10800 eləyir. Həqiqətdə 10800, yəni 10800 kilometr məsafə var. Xəritədə bu neçə
Deməli, xəritədəki sahə yoxdur, onu biz tapmalıyıq. Miqyas nə qədərdir? 30. 30-un kvadratı 900. 10800-ü də böləcəm 900-ə. Bölürük, görək 12 alınır. 10800 bölünsün. Deməli, 900-ə, bəli 12. Cavabımız olacaq C variantı. Keçək 15-ci tapşırığa. 15-ci tapşırıqda görürsünüz ki, Qrenlandiya təsvir olunubdur. Sahəsi 2,1 milyon. Biz tamı atıb, milyonda 5 sıfır olduğuna görə, birini tama görə gedir 5 dənə. Daha sonra milyonda 6 sıfır var, tama görə biri gedir 5'i qalır. Olur bizdə neçə? 2 milyon 100 min. Baxaq, 2 milyon 100 minlik bir ərazi neçə santimetrə yerləşdirilib? 210. Vururuq miqyasın kvadratına. Baxın, həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Həqiqi sahə 2 milyon 100 min, xəritədəki sahə 210, miqyas kvadratı isə bizim üçün məchuldur. Deməli, miqyas kvadratını tapanda 2 milyon 100 mini bölürük 210-a, o da eləyir 10 min. 10 mindən də kök neçə çıxır? 100. 100 kilometr. 100 kilometrdə də neçə sıfır əlavə etməliyik? 5. Deməli, cavabımız B variantı. 16-da deyir, ədədi miqyası böyükdən kiçiyə doğru düzün. Yəni, kiçik rəqəmdən böyük rəqəmə doğru gedirik, uzatmırıq. Elə Y variantına baxanda görürük ki, 35 min, 400 min, 8 milyon, 22 milyon. Cavabımız Y variantı. Gördünüz, rəqəm böyük rəqəmdən kiçik rəqəmə doğru getdikcə, daha sonra kiçik rəqəmdən böyük rəqəmə getdikcə miqyas nə edəcəkdir? Kiçiləcəkdir. Aşağıdakı sxemdə 2 dənə xəritənin miqyasını təyin edin. Yəni, birinci xəritə var, ikinci xəritəni o əsasda təyin etməliyik. Görürsünüz ki, həqiqi sahəni tapmaq lazımdır. Həqiqi sahə bərabəridir. Xəritədəki sahə, yəni 16 vurulsun miqyasın kvadratı. 5 sıfır sildik, nə qaldı burada? 9. 9-un kvadratı 81. 81-i vuracağıq 16-ya. 81'i vururuq 16'ya, o eləyir o 1296. 1296 bu bizim həqiqi sahəmiz oldu. 1296. İkinci xəritədə neçə santimetrdə göstərilib? 9. 1296 bərabər 9 vurulsun miqyasın kvadratı. 1296-nı bölürəm 9-a, eləyir 144. Ondan da kök alıram, çünki miqyas kvadratıdır. Kök alanda 12 eləyir, o da eləyir cavabımız B variantı. 12-dən sonra da neçə sıfır yazmalıyım? Təbii ki 5 dənə. Greenwich meridianın uzunluğu qlobusda 80 santimetrdir. Qlobusun miqyasını tapın. 80 santimetrdə Greenwich meridianının uzunluğu 20 mindir. 20 mində, deməli 80 santimetrdə 20 min kilometr təsvir olunubsa da, bəs 1 santimetrə nə qədər düşəcəkdir? X. 20 mini bölməliyəm neçəyə? Təbii ki 80'ə. 80'ə böləndə alırıq 250. 250-dən sonra da neçə sıfır yazmalıyıq? 5 dənə. Yəni cavabımız C. Keçək indi 19-cu tapşırığa. Verilmiş ədədi miqyası izahlı şəkildə göstərildiyi cavabı müəyyən eləyin. Baxın, burada metrə çevirəndə 2 sıfır silməliyəm. 200 metr doğrudur, 200 metr doğrudur, 200 kilometr artıq yanlışdır. Çünki 200 kilometr ola bilməz, metr olardı. Bu getdi. Keçirəm ikinci tərəfə. İkinci tərəfə baxanda görürəm ki, burada, baxın burada daha doğrusu, kilometrə çevirəndə də nə etməliyəm? 4 sıfır silməliyəm, 0 tam atmalıyam. Baxın, bunlar doğru gəlir. İndi keçək, bu birisinə baxaq. 5 milyondan 5 sıfırı silsəm 50 kilometr qalır. Bu ikisi doğrudur. 2 sıfır silsəydim 50 min metr qalırdı. Baxın, bunlar yanlış oldu. Keçək bu birisinə. Burada 5 kilometr eləyir. Daha sonra 5-in sənədə 3 kilometr eləyir. Bu doğrudur. Amma ikisini silsəydim 3000 eləyəcəkdi. Bu yanlışdır. Deməli, cavabım B oldu. 20'yə baxaq. 20'də baxın. 4 sıfırı sildik, birindən tam atdıq. Eləyir 1 santimetrdə 2,5 kilometr. Bizim neçə santimetrimiz var? 24 santimetr x. 24'ü vururam 2,5'ə eləyir 60. İkincidə yazıram ki, baxın 12 santimetrdə 60 kilometr təsvir olunub. 1 santimetrə nə qədər düşür? X. X bərabərdə 60 12'ə böləndə 5 düşür. 5 kilometr olduğuna görə 5 dənə də 0 əlavə etməliyim. Cavabım B. Uzunluğu 212 kilometr olan Bakı Astara avtomobil yolu Azərbaycan siyasi xəritəsində 52 santimetrdir. Xəritənin miqyasını tapın. Deməli, 52 santimetrdə nə qədər təsvir olunub? 312 kilometr. Miqyas tap deyəndə, yəni 1 santimetrə düşən ərazini tap deməkdir.
O da 312-ni böləcəyik 52-yə. Cavabımız eləyəcək 6 kilometr. 6 kilometr olduğuna görə 5 sıfır əlavə etməliyik. Cavab B. Deyir ki, aşağıdakı dairəvi diaqramda yer səthinin 200 kilometr, kvadrat kilometr ərazisi meşə və kənd təsərrüfatı sahələrini göstərir. Buna əsasən pambıq sahəsini və otlaq sahəsini bir bölünsün 100 miqyaslı xəritədə müvafiq ardıcılıqla tapın. Baxın, birincisi pambıq sahəsinə baxıram. Pambıq sahəsi bənövşəyi rənglə verilib 20-dir, 20%dir. Otlaq sahəsinə baxıram, o da neçədir? 25%dir. Baxın, otlaq sahəsi yaşıl rənglə verildiyi. Ümumi sahə nə qədərdir? 200. 200 neçə faiz olur onda? 100%. Tam sahə budur deyə. 20% nə qədər olacaq? X. X bərabərdir 40. İkincidə, yəni 20% biz pambığı tapdıq. Birinci pambıq idi. Deməli 40 tapıldı. Keçək indi nəyin sahəsini tapmağa? Otlağın. Yenə 200 100% olacaqdır. 25 isə x faiz. X də bərabərdir 50. Cavabımız oldu 50. Deməli 40 ilə 50 cavab A variantı. Sahəsi 1024 km kvadrat olan su anbarı 1 bölünsün 400 min miqyaslı xəritədə neçə santimetr olar? Həqiqi sahə bərabərdir. Xəritədəki sahə vurulsun miqyasın kvadratı. Həqiqi sahəni bizə nə qədər verib? 1024 bərabərdir. Xəritədəki sahə yoxdur. Miqyas isə 5 0 sildik 4-dür. 4-ün kvadratı 16. Deməli, 1000 burada xəritədəki sahəni tapmaqdan ötürü 1024-ü bölməliyəm 16-ya. Yəni 4-ün kvadratı 16. O da edir 64. Cavabımız A variantı. Bu qədər.